Salam, hər vaxtınız xeyir olsun. Bugün birinci hissə test toplusundan quşlar sinfinin testlərinin ardına baxacağıq. 37-ci sualda qalmışdıq, gəlin davam edək. Cədvəldə ayrı-ayrı növlərə aid olan 5 quşun kütləsi və bir gündə qəbul etdiyi qidanın miqdarı verilmişdir. Hansı quşun orqanizmində maddələr mübadiləsi daha sürətlə gedir? Cədvəldə bizə quşun kütləsi və qidanın miqdarı verilmişdir. Biz burada kütləni qidanın miqdarına bölməliyik. Onu 3-ə böləndə təxminən 3,33 alınır. 25-i 5-ə böləndə 5, 50-ni 5-ə böləndə 10, 99-a böləndə 10, 945-ə böləndə 20. 20 edir. Hansında maddələr mübadiləsi sürətlə gedir deyirsə də, biz ən kiçik ədədi götürməliyik. 3-ü götürməliyik. Yəni, bu o deməkdir ki, o orqanizmdə həzm prosesi sürətli gedir. Maddələr mübadiləsi sürətli gedir. 38-də isə hansında daha yavaş gedər soruşur. Ən böyük ədəd hansında alınırsa da, o orqanizmdə maddələr mübadiləsi daha yavaş gedəcək. 39. Göyərçinin baldır sümüyü bilavasitə hansı sümük və ya sümüklərlə birləşmişdir? İkidən baxaq. Burada bud göstərilib 3-lə, 6 ilə baldır, burada da pəncər ürəsi. Baxın, baldır yuxarıdan buda, aşağıdan pəncər ürəsinə birləşib. 1 olacaq. Qarğa sümüyü bax buradadır, əlaqəsi yoxdur. Çanaq sümüyü 2 ilə göstəriləndir. Gəlib bura baldıra birləşməyib ki, doğru cavab yalnız 1, A bəndi olacaq. 40-da göyərçinin pəncər ürəsi bilavasitə hansı sümük və ya sümüklərlə birləşmişdir? Pəncər ürəsi buradadır. Nəyə birləşir? 6-ya, yəni baldıra birləşir. Amma bud buradadır. 3 ilə göstərilən, buda birləşməyib. Qarğa sümüyü isə bu 5 ilə göstəriləndir. Qarğaya da birləşməyib. Yalnız 2, doğru cavab D bəndi. 41. Tənəffüs prosesində havada dolu oksigen qazının həcm payı 20%. Qana keçən oksigen 720 ml, udduğu havanın bizdən maksimum həcmini istəyir. Biz bilirik ki, quşlar udduğu havadakı oksigenin 80-90%-ni istifadə edir. Bizdən udduğu havanın maksimum həcmini istəyirsə də, biz onda 80%-lə hesablamalıyıq. Minimumdan hesablamalıyıq ki, cavab maksimum alınsın. Gəlin, həm minimumdan hesablayaq, həm də maksimumdan hesablayaq. Görək hansında cavab alınacaq maksimum. Birinci hesablayaq. Bizə deyir 720 milli. 720 millimiz olsun 80%. 100% oksigenimiz nə qədərdir? X bərabərdir, edir 900 milli. 900 milli bizə şərtdən neçə faizli deyir? Havada oksigen qazının həcm payı 20%-dir. Görəsən, ümumi havanın miqdarı nə qədərdir? 100%. O, X-dır. X da bərabərdir. Neçə edir? 4500 milli edir. Səhv eləmirəmsə bizdən sualı litrlə istəyir, bəli. 4500-ü millini litrə çevirəndə 4,5 litr edəcək. Bir dəfə də 90%-lə hesablayaq. 720 olsun 90%, 100 olsun x. Buradan x bərabərdir, edir 800. 800 20%-dirsə 100% nə qədər olar? X bərabərdir, bu edəcək 4000 milli. Litrə çevirəndə də 4 litr edəcək. Baxın, 80%-lə hesablayanda maksimum ədəd aldıq. 90-dan hesablayanda minimum ədəd aldıq. Deməli, maksimum həcm 4,5-dir. Eyni sualda minimum istəyir, burada da 4 litr olmuş olacaq. Yəni, əgər qarışdırırsınızsa, 80-lə mi hesablayayım, 90-lə mi hesablayayım? İkisindən də hesablayın. Hansında cavab çox alınırsa,
ya maksimumu soruşursa maksimumu götürün, minimumu soruşursa minimumu götürün. İndi bizdən udduğu havanın həcmini istəyir. Amma əgər oksigenin maksimum həcmini soruşsa, onda 90-dan hesablayın rahatca. Oksigenin minimumu soruşsa, 80-dən hesablayın. 43-ə baxaq. Verilmiş canlının skeletində hansı sümük birləşmələrinə rast gəlinməz? Qarğa və döş. Qarğa buradadır, döş buradadır. Bir-birinə birləşir. Pəncərəsi bud. Pəncərəsi burada, bud buradadır. Birləşmə əmələ gətirmir. Körpücük və döş. Körpücük burada çəngəl sümüyü əmələ gətirir. Döş buradadır. Birləşmir. Bud, çanaq və oma. Bax, bud, çanaq, oma birləşmə əmələ gətirdi. Baldır, bud, çanaq. Baldır, bud, çanaq əmələ gətirdi. 3, 2 və 3 əmələ gətirmir. Göyərçinin skeletindəki hansı sümüklər doğru göstərilib? Birə Said yazıb. Baxın, Said həm bu sümükdə, həm dirsəkdir, həm mildir. Bu ikisi bir yerdə Said adlanır, bəli. Amma burada göstərdiyi bir sümüyü dirsək sümüyüdür. Yəni bir Said deyil, bir dirsəkdir. Amma bu ikisi xətlədiyim iki sümük bir yerdə Said adlanır. 2 kürək sümüyüdürmü? 2 çanaqdır. 3 baldır sümüyüdürmü? Bud sümüyüdür. 4 körpücük çəngəl sümüyüdür. Bəli. 5 qarğadırmı? Qarğadır. 6 pəncə sümüyü deyil, baldır sümüyüdür. Verilənlərdən hansılar yalnız quşlara aiddir? Yalnız sağ aorta qövsü quşlardadır. Qanadlar xeyr. Məsələn, yarasada da qanadlar var, o məməlidir. Yumurta qoymaqla çoxalmaq, ibtidai məməlilər yumurta qoyur, sürünənlərdə var yumurta qoymaqla çoxalmaq. Sabit çəngəl sümüyü yalnız bunlardadır. Həm nəfəs alma, həm nəfəs vermə zamanı acizlə qazlar mübadiləsinin 2 qat tənəffüs yalnız quşlara aiddir. Mövsümi miqrasiyalarının xarakterinə görə quşlar, oturaq quşlar olur, köçəri quşlar olur, bir də uçub gedən quşlar olur. Hansını mövsümi miqrasiyanın xarakterinə görə ayırt etmək olmaz? Oturağı, köçərini, uçub gedəni çıxırıq. Cücə bala, ətçə bala balasının inkişaf səviyyəsinə görədir. Yuvalayan da həmçinin aid deyil. Göyərçinin arxa ətraflarının skeletinin sərbəst hissəsinə aiddir. Arxa ətrafının skeletinin sərbəst hissəsinə aid olacaq bud. Caynaqsız olmaz arxa ətraflarda caynaqlı barmaq sümükləri olur. Qarğa sümüyü aiddir ön ətrafın qurşaq sümüyünə, qurşaq hissəsinə. Qamış sümüyü olar. Baxın, quşlarda incik sümüyü yoxdur. İncik sümüyü rudiment halındadır. Amma qamış sümüyü var. Çəngəl sümüyü olmaz. Pəncərəsi olar. 1, 4 və 6. Mətndə buraxılmış sözlərin ardıcılığını müəyyən edin. Göyərçinin ön ətraf qurşağının skeleti kürək, körpücük, bir də qarğa sümüyündən 3-dən ibarətdir. Sümükləri birləşərək çəngəl əmələ gətirən körpücükdür. Qanadın sərbəst hissəsinin skeleti isə sayd və pəncə sümüklərindən əmələ gəlir. Nədən əmələ gələcək? Bazu 2. Sayd və pəncə sümüklərindən təşkil olunmuşdur. Hansı sırada X, Y, Z ilə işarələnmiş xüsusiyyətlər şəkildə verilmiş heyvana uyğundur? Deməli, X plus olmalıdır, uyğun xüsusiyyət, Y də uyğun xüsusiyyət, amma Z uyğun olmayan xüsusiyyət olmalıdır. Sol yumurtalıq var, sol aorta qövsü deyil, sağ aorta qövsüdür, döş dili var, olmadı. Sağ aorta qövsü var, 2 qat tənəffüs var, diafraqma yoxdur, 2 olar. Sabit bədən temperaturu var. Büzdüm sümüyü var. Sağ yumurtalıq var. Yox, bunlarda sol yumurtalıq. Sağ yumurtalıq yoxdur. 3 də olacaq. Baxın, burada büzdüm sümüyü yazım. O olar. Amma büzdüm fəqərəsi yazılsa, biz onu götürəməzdik. Fəqərə deyil, bunlarda büzdüm sümüyüdür. 2 qat tənəffüs var. Döş dili var. Sol yumurtalıq da var. Plus oldu, deyə 4 də olmadı. Pingvinlər üçün doğru ifadələr müəyyən edin. Su quşları ekoloji qrupuna aiddir. Sahil quşu deyil. Ayaq barmaqları arasında üzmə pərdəsi var. Suda üzməsində qanadlar iştirak etmir, edir. Həm qanadlar, həm arxa ətraflar iştirak edir. Qanadlar sanki balıqdakı kimi üzgəc funksiyası yerinə yetirir.
Arxa tərəflər də suda dönməyə kömək eləyir, suda özünü itələməyə kömək eləyir, istiqamətlənməyə kömək eləyir. Bədənləri qurudar, şaquli vəziyyətdə dayanır, doğrudur. Çöl göyərçinin ətraflardakı barmaqların sayı onun boyun fəqirlərinin sayından nə qədər çoxdur? Ön ətraflarında 6 barmaq, arxa ətraflarda 8 barmaq var. Ümumi 14 barmaq var. Boyun fəqirəsi də 12-dirsə də 14 12-dən 2 ədəd çoxdur. Sadəcə ön ətrafdakı barmaqların sayı 6-dır, hər tərəfdə 3 ədəd olmaqla. Boyun fəqirələrinin sayı 12-dirsə 12, 6 12-dən 6 ədəd azdır. 54. Cədvələ əsasən B çıxılsın A fərqini hesablayın. Ön ətraf qurşaqlarının sümüklərinin sayı, ön ətraf kürək, qarğa, körpücük 6 ədəd. Pəncə lüləsinə malik olan, yəni arxa ətraflarında olan barmaqların sayı 8. B çıxaq A edəcək 2. Bunların cəmini istəyir bizdən. A sayda ön ətraf barmaqlarının sayı, ön ətrafda 6 barmaq. B sayda ürək kameralarının sayı 4. Yumurtalıq 1 ədəd təkcə sol yumurtalıq. Ön ətraf qurşaqları, yəni çiyin qurşağı 2 görək, 2 görcək, 2 qarğa. Cəmidir 6 ədəd. Bunların cəmi 17 edəcək. Göyərçin populyasiyasında olan quşların 60%-i dişidir və onların cəmi 24 yumurtalığı var. Biz bilirik ki, göyərçində 1 ədəd sol yumurtalığı olur. Yəni 24 yumurtalıq varsa, deməli orada 24 dənə dişi quş var. Bu 60%-dir. 60% dişi quşdursa, deməli 40% nədir? Erkək quşdur. Biz buradan x-i tapa bilərik. 24-ü vuraq 40-a, bölürük 60-a. Sıfırları ixtisara aparaq. 6 ilə 24 ixtisar gedəndə burada qalır 4. 4-də 4-də vuranda 16. 16 ədəd erkək quş var. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ayaq barmaqları arasında üzmə pərdəsi həm qazda olur, həm pingvində olur. Uçub gedən quşdur qaz. Döş tili inkişaf edib ikisində də. Su quşu olub suda yaxşı üzür ikisi də. Bura A yazacaqdım. Quruda şaquli vəziyyətdə pingvin dayanır. 1-ə B, 2-yə Y, 3-ə A, C və D. 58. Udulmuş qidanın göyərçinin həzm kanalında hərəkət ardıcıllığını müəyyən edin. Ağız boşluğu, daha sonra udulaq altı, sonra qida borusu, sonra sinədən qida borusuna genişlənmiş hissəsi, sonra mədənin vəziri, sonra əzələli şöbəsi, daha sonra bağırsaq və kloakaya açılır bağırsaqda. Boş kanalların tamamlanması üçün lazım olan qrupların soldan sağa ardıcıllığını müəyyən edin. Həyat tərzinə görə quşların ekoloji qrupları leyləklərlə vağlar, sahil və bataqlıq quşlarıdır 3. Doydaq, durna, dəvə quşu, açıqlıq, sahil quşu da 6-dadır. Qaz, ördək, pingvin, su quşudur. Ağacdələn, tetra, arı quşu da meşə quşlarına aiddir 1. 3, 6, 4, 1. Bu son sualımız idi. Sonuna gəldik testlərin. Əgər hər hansı bir sualı başa düşmədisə, qaranlıq qaldısa, şərhlərdə yaza bilərsiniz. Sağ olun.